Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri XM saytında necə 30 dollar götürmək olar, onu sizə göstərəcəm. Və istədiyiniz 30 dollarını əməliyyatda açaraq üzərində əldə olunan gəlirləri çıxarış edə bilərsiniz. Bunu necə eləyəcəyik, ilk başdan göstərdim. XM saytda hal-hazırda ki, burada görürsünüz və yaxud da bilməyənlər Play Store-a daxil olub, burada XM yazaraq proqramı yükləyirsiniz. XM yazırsınız və burada gəlir. Bu proqramı yükləyərsiniz. Yükləyəndən sonra daxil olursunuz proqrama. Hamısını bir-bir yadınızda saxlayın ki, çətinlik olmasın. Və qeydiyyat etmək istəyirsiniz. Aşağıda hesab oluştur var. Sizdə ingiliscədə gələ bilər. Yəni burada ingilis dilində, yəni fərqi yoxdur. Burada daxil olursunuz. Daxil olduq. Burada avtomatik olaraq Azərbaycan ölkəsi gəlir. Davam edirik. Davam et. Burada məsələn istifadə olunan sizin Gmail-ni yazırsınız. Məsələn mən özümü yazıram. Əliyev Fazil 2525@gmail.com. Aha. Burada işarələyirsiniz və davam edirsiniz. Və burada kod qoyursunuz. Mən sizlərə görə kod qoyuram. Kayd edirik və sizə burada Gmail göndərir ki, siz onu təsdiq edəsiniz bu Gmail-i. Onayı yenidən göndərə tıklayırsınız və buradan keçirsiniz Gmail-ə. Gmail-ə daxil olub, oradan təsdiq verirsiniz. Təsdiq verdikdən sonra profilə, Rahat XM şəbəkəsinə, proqramına daxil olacaqsınız. Məsələn, hansı Gmail idi? Məndə çox Gmail, aha, budur. Və buraya doğrulama adresi göndərdilər. Buraya daxil olursunuz. Doğrulayırıq. Və burada sizi göndərir linklə. Və Google Chrome və açılır. Doğrulandı işarəsi gəldi ki, hesab hazırdır. Və qayıdırsınız XM saytına. Qayıtdıq və həmin profillə orada qeyd etdiyiniz Gmail və parolu yazırsınız. Aha. Aha, burada belə qoymuştum parolu. Yəni bu hesabı sizin göstərmək üçün açıram ki, baxasınız. Açılsın. Aha, sizə açılan kimi belə bir ekran gələcək. Və burada 30 dollar bonusla ücretsiz yatırım yapın. Yəni sizə də belə bir şey gələcək. İngiliscəsində də ola bilər. Yəni fərqi yoxdur ki, buradan bonusunu al və yaxud da ki, buradan bir xanaya vurursan, davam edirsən. Burada adınızı yazın, mən adımı yazaram, məsələn. Bunu yazmasanız da olar, burası soy adınızı yazırsınız. Gəlirsiniz. Yazandan sonra davam et, doğum tarixi. Aha. İrəli, bura adresdir, məsələn, bura yazırsınız ki, Azərbaycan, bura yazırsınız Baku, məsələn, rayon. Sokaq nömrədir, məsələn, ərazidən, məsələn, Elman Qasımov küçəsi, küç yazırsınız, ya yaxud da ki, belə yazırsınız. Ya yaxud da Elman Qasımov yaza bilərsiniz. Burada poçta kodudur, nə bilim, sizin ərazidə olan poçta kodu falan. Və yaxud da ki, mənim dediyim poçta yaza bilərsiniz. Bunu da yazar, azalmışlar 9 saniyə var. Fərq yoxdur. Burada istifadə etdiyiniz nömrəni yazırsınız. Məsələn, burada yazım 521 91 35. Və burada deyəcək Forex eğitim aldın və Forex-də sözləşmələr, cəfidlər kimi ürünləri ən az 15 dəqiqə keçin. Hayır, keçin. Devam et. Burada belgə yüklə gəlir. Gerekli bilgilər. Burada Azərbaycan vergi kimlik nümadə TIN varmı? Burada hayır seçirsiniz
və buradan aşağıya buraya daxil olursunuz. Buradan tin vermiyor'a tıklayırsınız. Yəni burada hayır, buradan buraya işarələdiyim yerə vurursunuz. Buradan da birincini seçirsiniz. Davam edirsiniz. Gəldiniz burada bəlgələri yükləyini tərəfinə. Və burada davam edib vurursunuz. Doğrulamaya başla yeri var. Burada doğrulamaya başlaya vurursunuz. Və burada səhifə açılır ki, qeydiyyat edəsiniz. Bunu işarələyirsiniz, start edirsiniz. Məsələn, burada qeydiyyat keçmək üçün vəsiqə, birinci olan vəsiqədir, ikinci olan pravadır, üçüncü olan pasportdur. Yəni bu üç sənədlə buradan qeydiyyat edə bilərsiniz. Mən çox vaxtı vəsiqə ya pasportla keçirəm. Və bunlar hər hansı bir üstünüzdə yaxındadırsa, məsələn, hal-hazırda keçmək istəyirsinizsə, keçə bilərsiniz, fərqi yoxdur. Əsl olaraq sizə şəxsiyyət təsdiq edən sənəd olsun. Yəni bu üçündən biri. Məsələn, vəsiqə. Vəsiqəni vurursunuz və yaxud da ki, vəsiqənin arxa və ön şəklini qoya bilərsiniz. Məsələn, bu birinciyə qabağa qoyursan, ikinciyə arxana. Qoydun, daxil qoyandan sonra continue edirsən, sonra üz keçməyə gəlir. Yəni sizi üzünüzü göstərəcək ki, orada məsələn sizi üzünüzü tanımağa bir kamera salacaq ki, üzünüzü tanısın. Üzünüzü təsdiqindən keçəndən sonra sizin sənədləriniz göndəriləcək. 24 saat ərzində sizin sənədlərə, keçdiyiniz sənədlərə cavab gələcək. Və bir də bunu doğru edeyim sizə, yəni bunu da deyim ki, biləsiniz. Burada ikamət doğrulayın və hansı evdə olan qaz çeki və yaxud işıq çeki, nə bilim mağaza çeki də keçir əslində, yəni çox eləmişəm, yəni çox yoxunuzsa qaz işıq çeki. Yəni başqa çeklər də olsun, əsas olsun bizim çeklərdən olsun ki, məsələn buraya vurarsan, indi mən qadın keçməmişəm deyə bu açılmayıb elə. Buraya doğruysan, buradan qaleriyadan çekin şəklini və yaxud da ki, qaleriyada çəkilmiş foto şəkli varsa, oradan əlavə edirsən və burada belginizi göndərin. Yəni bunu qutarandan sonra ikamət doğrularını bura göndərirsən həmin çeki. Çeki göndərəndən sonra belginizi göndərindən burada sizin bir ki, sənədləriniz getdi XM saytına. Orada təsdiqlən 24 saatdan tez də ola bilər, 5 saata təsdiq ola bilər, 3 saata təsdiq ola bilər, 10 saata da. Yəni bu 24 saatın içində olan bir şeydir. 24 saatdan sonra 24 saata qalmırız. Yəni təsdiq gəlir. Hesabınız hazır olandan sonra gəlirsiniz əsas ekrana. Əsas ekrana görə $30 bonusun üzərindən vuracaqsınız, bonusu al və bunu qeydiyyatdan keçirməyib ki, belə gəlir. Orada al vuran kimi avtomatik olaraq orada sizi yönləndirəcək səhifəyə, həmin səhifədə al nöqtəsi var. Ala vuracaqsan, avtomatik balansa gələcək. Və bunu necə istifadə edə bilərsiniz? Məsələn, hər hansı bir kriptovalyutada və yaxud da ki, əmtəə nişanlarında, məsələn, qızılda, neftdə və yaxud da gümüşdə, məsələn, bitcoində, ethereumda və yaxud da çox şeylər var. Yəni buraya daxil olub, burada əməliyyatı açaraq, onun üzərində əldə olunan gəlir sizin olacaq. Yəni, məsləhət sizə eləyim. Məsələn, bitcoində hal-hazırda qiymət 85.202 qiymətlərində oynayır. Məsələn, siz burada aşağı vurmaq istəyirsiniz. Deyirsiniz ki, məsələn, qiymət aşağı gedəcək və burada sat düyməsinə basaraq, məsələn, bu da lot həcmidir. Lot həcmi odur ki, sizin balansınızın leverage səviyyəsidir. Yəni, məsələn, sizin $30 0.01 ilə sizdən, məsələn, həm az qazanc verəcək, həm də az sizi ziyana apara bilər. Yəni, sizin təxmininiz düz olmasa da, yəni. Məsələn, mən sizə tövsiyə edərəm ki, həmin $30-la 0.05, 0.06, yəni, beləncəyi açsanız, məsələn, sat əməliyyatı vurursan, açılır aşağı əməliyyat. Və buraya daxil olursunuz, sizin əməliyyat açılır. Və bu əmrlər də bu nöqtədə olur, bu aşağıda. Bu komisyon olaraq bu istifadə etdiyiniz yer buradır. Və əmrlər burada olur. Yəni burada sizin gəliriniz göstərəcək. Nə qədər gəlirdiniz. Və buradan da əməliyyatı bağlaya bilirsiniz. Yəni MT5 proqramı da var. Yəni bu proqramı orada götürürsünüz. Yəni orada rahat, necə deyim, idarə edə bilirsiniz. Əgər onu da rahat, əgər bir şey olsa mənə yazarsınız. Mən sizə rahat
öyrədərəm, oradan rahat istifadə edərsiniz. Yəni bilməyənlər üçün o biraz çətin olacaq, ora qoşmaq falan. Əslində çətin bir şey deyil. Bəs bilməyən adamlar üçün çətin gələcək. Onu dəqiq bilirəm. Onunla bağlı köməkli olsa kömək edərəm. Yəni təsdiq olur. Qeydiyyat edirsiniz, təsdiq olunur. 30 dollar gəlir və qeydiyyat olunandan sonra əməliyyat açırsınız. Yəni bilən treyderlər də var, orta treyderlər də var. Hamısı da burada anlaşılan adamlar bilir ki, yəni buradan qazanmaq, həmin 30 dollardan mənfəət qazanmaq mümkündür, özü çox. Yəni 30 dolları 500 dollar eləyən də olub, 600 dollar eləyən də olub. Yəni problemsiz. Yəni insanın öz biliyindən asılıdır hər şey. Yəni bu qədər dostlar. İnşallah bundan da çox başqa bonuslu videolar paylaşacağam. Yəni bunlar hər XM-dədir ki, məsələn bir şey ki, yəni 30 dolları sizə verir. Yəni nə qədər qazansan sənə, yəni heç bir şərt tələb etmədən o pulu sənə ödəyir. Yəni bu çox gözəl bir fürsətdir. Yəni başqa heç bir broker belə bir şey təqdim etməyib. Belə bir kampaniya tətbiq etməyib. Oldu dostlar. İnşallah yararlanırsınız sizə. Linki də qoyacağam yorumlarda. Oradan daxil olub qeydiyyat edə bilərsiniz. Oldu. Sağ olun. Kanalımıza abunə olarsınız. İnşallah özünüzə yaxşı baxın.